Hər vaxtınız xeyir. Masazır qəsəbəsində belə bir 3 mərtəbəli tam yol kənarında 6 obyektli, altında obyekti olan bir 20 kvadrata yaxın 17-18 kvadratlıq obyekti olan belə bir 3 mərtəbəli monolit betonlu həyət evi çəkib göstərirəm. Burada bax, yol da genişdir, çox genişdir. Burada obyekt yeridir. Beləsinə obyektlər Baba Market, Al Market. Yəni yol üstü çoxdur, tam obyekt yeridir. Hər mərtəbəsi monolit betondur, sənəli paket kupçadır, tam təmirlidir. Maşın girən, 2 maşın girən belə geniş həyəti var. Bir dəqiqə. Evimiz çox gözəl yerdə yerləşir Masazırda. Bu 1 ilə 2-nin arasında monolitdir, yuxarıda monolit betondur, bax belə. Kombi, mətbəx mebeli, əşyalar evdə qalacaq. Baxın, görürsünüz, belə bir həyəti 2 maşın çox rahat daxil olar. Daxil olaq 1-ci mərtəbəyə. Bax, 1-ci mərtəbə döşəmə belə istipoldur. Burada kombisi ayrıdır, pitiminütkası ayrıdır. Yaşayış olan evdir. Özü üçün tikilmiş evdir, hörmətli seyircilər. Bu 1-ci mərtəbədə, baxın belə. Burada belə şkaf və pilləkən hissə, pilləkən mərmərdən yığılıb. Burada yerləşir, bayaq çöldən göstərdiyim obyekt. Təxminən 5-in 3-ə, təxminən, belə deyək. 5-in 3-ə və belə obyekt. Nə istəsəniz, yəni istifadə eləmək olar. Qeyd elədiyim kimi çox gözəl yerdə yerləşir. Evdən ancaq elektronik əşyalar götürüləcək. 2-ci mərtəbədə yataq, zaldır, mətbəxdir, sanitar qovşağıdır. Qalxanda burada sanitar qovşağıdır. Bax, belə, bu 2-ci mərtəbəni, 3-cü mərtəbədə göstərəcəm sizə. Bu 1-ci mərtəbə üçün sanitar qovşağı. Burada balkon hissədir, solda qonaq otağıdır, sağda mətbəximizdir. Mətbəx mebeli də evdə qalacaq. Burada balkonumuzdur, 2-ci mərtəbə üçün. Burada yerləşir qonaq otağımız. Bütün pəncərələrin qarşısı açıqdır. Baxın, görürsünüz. Qalxdıq 3-cü mərtəbəyə. 3-cü mərtəbədə hamısı yataq otaqlarıdır. 3 yataq otağıdır. Burada 3 yataq otağıdır. Burada sanitar qovşağıdır və balkonu. Obyektli, əşyalı, monolit beton. Burada yenə sanuzelimiz. Qarşıda 2 yataq otağı, sağda 1 yataq otağı. Gördüyünüz əşyalar evdə qalacaq, paltarlar, bir də elektronika çıxarlanacaq evdən. Burada yenə balkonumuz yerləşir. Burada da yenə bu otağımız. Gördüyünüz şifanel hamısı qalacaq, taxt, şifanel. Hamısı da təzədir. Pəncərələrdəki ora, o tərəf, sağ tərəf küçəyə baxır, qarşı tərəf həyətinə baxır. Bu da digər otağımız. Evimizin qiyməti 145.000 manatdır. Real alıcıya endirim olacaq, təcili satılır. Keyfiyyətli, obyektli bir evdir, əşyalı bir evdir. Sağ olun, növbəti çəkilişimizə qədər.